Qəzəblənmişəm, mən bunu ifadə etməliyəm, mən qəzəblənmişəm. Burada insanlar üzdən gülürlər, amma daxildə nə hisslər keçirdilər, heç kim bilmir. Sus, sus, ağlama, ağlama. Ona qədər say. 1, 2, 3, 4, 5. Elə ki, diqqəti yayındır. Sözlə də biz münasibətləri qurada bilərik, sözlə də dağıda bilərik. Əşi, özümlə bacarmadım da, vurdum. Peşmanam. Amma demək istədiklərim çoxdur deyənə bilmirəm hansından başlayayım. Və başladıq. Çoxdandır müzakirə etmək istədiyim mövzunu indi sizinlə müzakirə edəcəm. Mən Samira Rəhimova, klinik psixoloq, sistemli ailə terapevti. Hisslər barədə danışacağıq. Daha doğrusu pozitiv və negativ hissləri nə cür doğru bir formada ifadə etmək lazımdır. Sizə maraqlıdırsa, məni dinləyin. Çünki biz müşahidə etdikcə insanları görürük ki, çox vaxt insanlar heç hansı his keçirdiklərini belə bilmirlər. Dərk edə bilmirlər ki, hal-hazırda mənim içimdə bu nə hissdir yaşayır, mənə imkan vermir. Həqiqətən də bu his ifadə olunurmu hansısa bir formada, yoxsa elə içimdə qalır? Psixosomatika məsələ buradan başlayır. Çox vaxt insanlar elə bir ki, bizim beynimizdə yaranmış fikirlər nəticəsi olaraq bütün sinir sistemimizdə ötürülən bu hissləri doğru bir formada içərdən çıxarda bilmirlər, qalır bütün içimizdə, daxilimizdə sıxışdırılmış bir vəziyyətdə. Əgər bu kimyəvi bir prosesdirsə, bu normal və adekvat bir reaksiya olaraq daxilimizdən, yəni azadlığa çıxmalıdır. Amma biz bu hissləri həbs edirik. Çünki onların fərqində olmuruq və onları doğru formada ifadə edə bilmirik. Və onlar hamısı qalır bizim içimizdə. Və buradan müxtəlif, belə deyək də, mədə pozuntuları, üzdəki səpkilər, əllərdə səpkilər, insanların panik atak vəziyyətləri, çünki yenə də o hisslərə qarşı olaraq bir başqa doğru olmayan reaksiyalar ötürürlər. Bu barədə mən əvvəlki videolarımda da danışmışam. Yəni açıq təlimlərində də ümumiyyətlə panik atakın yaranma səbəblərində müzakirə etmişəm. Amma indi hal-hazırda sırf bizim təbii emosional durumumuza verdiyimiz reaksiyadan danışmaq istəyirəm. Çünki bu hisslər elə belə yaranmır. Bizim beynimizin məhsuludur. Hətta burada qorxu olsa belə, hətta həyəcan olsa, qısqanclıq hissi olsa, istehza, kin, nifrət, negativ dağıdıcı hisslər olsa belə, onlar elə belə yaranmır. Onlar bizim beynimizin məhsuludur. Biz onları yaradırıq. Amma yaradarkən nə edirik bu hisslərdən, nə cür davranırıq? Məsələ burasındadır ki, özümüzə verdiyimiz ziyan bir başqa, yəni bu bizim həyatımızdır da, deyə bilərsiniz ki, kin mənimdir, nifrət mənimdir, qorxu mənimdir, özüm bilərəm onunla nə edirəm. Əsəbləşsəm qışqıracam, vurub sındıracam, sevinsəm, oppanacam, atılacam, nə edəcəm və yaxud da ki, heç kimə heç nə deməyəcəm. Bu mənim ixtiyarımdır. Təbii ki, siz idarə edirsiniz bütün bu prosesləri. Amma ikinci əsas məsələ burasındadır ki, sizin ətrafınızda olan insanlar çox vaxt sizin qurbanınıza çevrilə bilər. Yəni, təşviş, həyəcan pozuntusundan misal üçün əziyyət çəkən insan təkcə özü ilə deyil, ətrafında olan bir çox digər insanlarla da münaqişə yaşayır. Onlarla da problem yaşanılır. Şəxsi münasibətlərdə çözülməz bir durum yaranır. Çünki siz hisslərinizə hakim ola bilmirsiniz. Var belə bir ifadə deyirlər ki, əşi, özümlə bacarmadım da, vurdum, peşmanam. Amma neyiniyim, hisslərimə hakim ola bilmədim. Niyə? Kim sizə mane oldu? Bax, burada əsas məsələ burasındadır ki, insanlar sadəcə olaraq vəziyyəti doğru bir formada dəyərləndirə bilmirlər. Birincisi, dərk etmirlər. Niyə görə bu hiss yaranır? Nədir bu hiss? Sonradan bu hisslə mən nə etməliyəm? Onu nə cür təqdim etməliyəm? Bu hissin içində mənim reaksiyalarım nə cür olmalıdır? Mənim davranışım nə cür olmalıdır? Bütün bu prosesləri tənzimləmək üçün başlamalıyıq əlifbadan. Mən şəxsən hisslərlə belə deyim, iş prosesini apardıqca çox vaxt yadıma salıram öz keçmiş həyat təcrübəmi də, eyni zamanda hal-hazırki iş prosesimi də və başa düşürəm ki,
Mənim bildiklərim indi artıq əməldə öz əksini tapmalıdır. Yəni davranışımda özünü göstərməlidir. Nəzərə alsaq ki, mən əvvəllər televiziya sahəsində illərimi sərf etmişəm. Yəni hardasa 15 il televiziya sahəsində çalışmışam. Ola bilər ki, indi tanıyanlar olsun, tanımayanlar olsun. 10 il davamlı şarm verilişdə aparıcılıq edirdim. ATV Maqazin jurnalının, yəni maqazin belə deyək də formatında olan bir dərginin baş redaktoru idim 6 il davamlı olaraq. Bu jurnala rəhbərlik etdiyim dövrlərdə də müxtəlif ola bilər ki, mübahisəli məqamlarla rastlaşırdım. Hardasa narazıçılıq da ola bilərdi. Amma kənardan məni tanıyanlar hər dəfə bilirdilər ki, bu məsələ sülh yolu ilə həll olunacaq. Yəni, nə qədər də olsa, böyük bir münaqişəyə, dava-dalaşa gətirib çıxartmayacaq. Niyə görə belə hallar baş verirdi? Bəzən mənə deyirlər ki, çox səbirli insandır. Nə hiss etdiyini belə heç vaxt dilə belə gətirməz, qapalıdır, danışdırmır. Çox belə deyək də, bəziləri ümumiyyətlə deyirdilər ki, özündən razıdır. Çünki səmimi, emosional bir yanaşma ola bilər ki, hiss etmirdilər. Bu təbii ki, insanın xarakterik xüsusiyyətlərindən də asılıdır. Amma hisslərlə əlaqəli insanın içində yaşadıqları onun özünə aiddir. Və hisslərimlə nə cür davranmağım əslində mənim psixologiya ilə məşğul olduğum dövrlərdən belə, bəlkə də məktəb illərdən deyə bilərdim. Çünki mən çox sevirdim psixologiyanı, oxuyurdum kitabları, insanları müşahidə edirdim, onların davranışlarını müşahidə edirdim və öz aləmimdə bir təsəvvürlər formalaşdırırdım da. Hətta sual verərkən kiməsə, ehtimal edirdim ki, bu suala o nə cür cavab verə bilər? Bu cavab məni qane edəcəkmi, yoxsa yox? Qane etməyəcək, niyə mən bu sualı verim? Yəni, çox sayda fikirləri beynimdə, belə deyim də, fırladırdım. Nəticə onu göstərirdi ki, emosional, impulsiv reaksiyalarım heç bir vaxt olmurdu. Ona görə də heç kimdən konflikt yaşamırdım. Televiziya mühitində çalışasan və heç kimdən konflikt yaşamayasan, bu çox nadir hallarda rast gəlinən bir şeydir. Mənə, yəni kənardan deyilən fikirlərdən də belə bir nəticəyə gəlib çatmışam ki, doğrudan da insanlar sanki kollektivdə, böyük bir kollektivdə, xüsusən də bax belə bir dinamik, intensiv dəyişən bir mühitdə öz hisslərini cilovlaya bilmirlərsə, doğru bir formada ifadə edə bilmirlərsə, bu problemdir. Və indi mənim iş prosesimdə öz əksini nə cür tapır? Əslində, indi insanlarla daha yaxın münasibət qururam da, onların hisslərini duyuram, onların dedikləri sözləri beynimdə filtrdən keçirərək hansısa bir qənaətə gəlirəm, təhlil edirəm, araşdırıram, müxtəlif o psixikada baş verən dəyişiklikləri, belə deyim də, nəzərimdə saxlamağa çalışıram, təhlil edirəm, araşdırıram və burada təbii ki, insanlarla olan münasibətimdə də heç bir xəta olmamalıdır. Müəyyən bir etik kodekslar var ki, onlardan kənar qəti çıxmaq olmaz. Peşəkar yanaşmaq üçün biz öz hisslərimizi göstərməməliyik. Bir peşəkar mütəxəssis, psixoloq mütləq öz insanla qarşı-qarşıya oturarkən öz aləmində mən belə düşünürəm, qənaətə gələrək fikir ötürməməlidir. Ona görə ki, İnsanlar zaten sizə müraciət ediblər ki, ifadə olunsunlar. Onlar bunu sizsiz edə bilmirdilər. Ona görə bugün gəliblər. Onlar öz hisslərini başqa cür yaşaya bilmirdilər. İndi hal-hazırda bu hissləri paylaşmaq istəyirlər. Ola bilər ki, insan təkəbbürlü insandırsa, misal üçün də nəsə bir içində başqa insanlara qarşı etibarsızlıq, belə deyək də, müxtəlif tərəddüd kimi fikirlər yaşadırsa, o gəlib konsultasiyada bizə qarşı da belə olacaq. Bu normaldır və biz bunu adekvat qəbul etməliyik. Ona bu hisslə nə cür davranmağı istiqamət vermək üçün bunu etməliyik. Ola bilər mənə qarşı da əsəbi olsun, amma bu əsəbə biz nə cür reaksiya göstərməliyik? Bax, bunlar tandem şəklində münasibətlərdə hisslərimizin ifadə olunmasına ciddi təsir göstərir. Biz bunu nəzarətdə saxlayanda, doğru bir formada istiqamətləndirəndə həm daxilən özümüz öz içimizdə keçirdiyimiz hisslərə bir ad verə bilirik və onu nə cür təhlükəsiz bir formada ifadə edə bilərik ki, özümüzə də ziyan olmasın. Bir başqası ilə də təmasda, münasibətdə daha harmonik bir forma alsın. Bunu nəzarətə almaq üçün mütləq hisslərimizi tanımalıyıq. Ona görə bugün mənim əsas sizinlə söhbət etmək istədiyim mövzu budur ki, hansı təməl hisslər içinizdə bugün var?
Yəni hansı hisslər keçirməyinizdən asılı olmayaraq, birincisi, bax bu gün sizə çatdırmaq istədiyim əsas prinsip nədir? Onu bilməlisiniz ki, hər bir yaranmış his, istər negativ olsun, istər pozitiv olsun, çox gözəl bir hiss olsun, o hisslər ifadə olunmalıdır. Bunun üçün bizim 3 əsas, belə deyək də, alətimiz var. Birinci alətimiz qeyri-verbal formada. Yəni səslə, jestlə, baxışla, hər hansı bir duyğuları ötürmək istədiyimiz bir formada, intonasiya ilə. Bu vacibdir. Birincisi ona görə ki, yoluxdurucudur. Yəni sənin qarşısında oturan insana sən salamlaşarkən ona bu salamı hansı formada edirsən, həmin o intonasiyaya, o abu-havaya qarşındakı insan da düşür. Yəni təbəssümlə deyilən məsələlər var, ciddi deyilən məsələlər var və əsas məsələ də burasındadır ki, bütün söhbətin, bütün danışığın, bütün münasibətin 70%-i qeyri-verbal ötürülür. Yəni biz hətta danışmadan belə heç bir söz demədən o hissləri öz qeyri-verbal olaraq qarşı tərəfə ötürə biləcəyimiz bir forma ola bilər. Yəni bizi belə deyək də, danışdırmadan nə hiss keçirməyimizi bilə bilərlər. Əgər biz bunu öz bədənimizlə, öz baxışlarımızla ötürə biliriksə. Bu birinci vacib məsələdir. İkinci vacib məsələ təbii ki, verbal olaraq danışıq formasında danışmağı bacarmaq, etiraf etmək, demək, hətta bir insanı bəyənirsinizsə, bunu sözlə ifadə etməyi qarşı tərəfə çatdırmaq da bu da bir bacarıqdır, bu da təcrübədən keçirməlidir. O qədər olur ki, gənc insanlar bəlkə də ən gözəl ülvi hisslərini, münasibətlərini belə yaşada bilmirlər. Ona görə ki, etiraf edə bilmirlər, danışa bilmirlər və münasibət oradaca qırılır və inkişaf etmir. İllərlə bir yerdə yaşayan insanlar var ki, bəlkə də bir-birlərinə qarşı o qədər dərin münasibət göstərirlər ki, içlərində o hissləri. Amma onu ifadə edəməkdə bir çətinlik yaratdıqlarına görə metakommunikasiya pozulur, qarşı tərəf bilmir siz nə hiss keçirdirsiniz, niyə görə bu cür davranırsınız. Bax, elə ailə münasibətlərinin yaranmasında problemlər məhz bax bu səbəbdən çox vaxt inkişaf edir. Çünki insanlar o hissləri daxillərində yaşatdıqları ən belə deyək, gözəl hissləri belə yanlış bir formada qarşıya ötürə bilirlər. Doğru bir formada deyil. Ona görə bu məsələnin biraz da dərinliklərinə getmək lazımdır. Üçüncü vacib məsələ, yəni bu hisslərin ifadə olunmasında təbii ki, davranışdır. Yəni biz hiss edirik, qeyri-verbal olaraq bunu yaşamalıyıq, verbal olaraq deməliyik və davranışımızda, qərarlarımızda da bunu göstərməliyik. Bunu nə cür edə bilərik ki, nə özümüzə ziyan dəysin, nə də qarşı tərəfə. Bunu istəyirəm əsas sizə çatdırım ki, biləsiniz ki, elə belə sözlər deyil. Mən bunun üzərində işləməliyəm. Mən bu davranışı öz üzərimdə tətbiq etməyə başlamalıyam. Çünki bu praktikadır. Praktiki olaraq biz həyatda münasibətlərdə dəyişirik, böyüyürük. Ona görə də praktiki şəkildə hər bir hissimizi yaşadıqca, dərk etdikcə, doğru bir formada o içimizdən çıxartdıqca, münasibətlərdə də problem yaşanmadıqca biz başa düşəcəyik ki, doğru bir formadayıq. Və yaxud da ki, əksinə görəndə ki, mən bu hissi nəticəsi olaraq bu sözü söylədim və onun artıq belə deyim, fəsadını belə gördüm. Mən başa düşəcəyəm ki, növbəti dəfə mən bu sözü deməməliyəm. Mən bunu bir başqa cür, başqa sözlərlə ifadə etməliyəm. Misal üçün adi bir belə deyək də misal gətirim. Çünki nə qədər yanlış siz hisslərinizi yaşasanız, içinizdə hətta yaşamağa onlara imkan verməsəniz, nə baş verəcək? Daimi, xroniki gərginlik. Bax, indi təsəvvür edin ki, mən bugün çəkiliş edirəm də, düzdürmü? Çəkilişdən əvvəl kimsə mənə zəng elədi, hansısa bir söz söylədi və mən o sözü beynimdə, filtrimdə keçirməyə başladım. Həmin an ola bilər ki, mən tam olaraq, misal üçün də o sözün təsirinə düşmədim, amma düşündükcə olur bəzən, misal üçün də söhbət bitir və sən artıq başlayırsan o söhbəti beynində belə deyim, təhlil etməyə ki, bu bununla nə demək istəyirdi? Xüsusən də əgər belə deyək də, psixoloji bu məsələlərdə
güvənsizlik, etibarsızlıq varsa, hansı bir həssaslıq varsa, insan reaksiyaları ilə başqa insanların dediyi sözlərdən tez bir zaman təsir altına düşürsə, o bu daxili monoloqunu o qədər içində, belə deyim də, başlayacaq inkişaf etdirməyə ki, o tamamilə olaraq həmin o söhbətin emosional fonunu davamlı yaşadacaq. İndi insan əsəbləşir və başlayır götür-qoy eləməyə ki, bu vaxt bu mənim şəxsiyyətimlə əlaqəli idi, mənə qərəzli idi və yaxud da ki, ola bilər ki, paxıllıq hissi idi, məni sancmaq istədi, məni pərt etmək istədi, ona görə belə dedi və mən ona zamanında, anında cavabını verə bilmədim. Bu mənim içimdə qaldı. İndi bu hissi yaşayıram, amma başa düşürəm ki, bu hissi İndi mən heç kimlə paylaşa da bilməyəcəm. Qalır mənim içimdə, düzdür, mən onu danışa bilmirəm. Yəni, hər bir hiss sözlə ifadə olmursa, o bizim içimizdə qalır. Və mən elə bir vəziyyətdə gəlirəm, artıq gündəlik işlərimi davam etdirməyə məcburam da. Gəlirəm, oturam işimin arxasında, misal üçün, mən indi çəkiliş edirəmsə, çəkilişimə başlayıram. Özümdən asılı olmadan içimdə bir gərginlik qalacaq. Çünki mən reaksiya yarandı beynimdə, ətrafdan bir təsir gəldi, reaksiya yarandı, amma heç cür çıxmadı, o qalıb içimdə. Və mən gələcəm, artıq gərgin bir vəziyyətdə salamlaşacağım, deyəcəm, bizim bugünkü mövzumuz budur. Baxın, artıq üzdə heç bir təbəssüm belə ifadəsi yoxdur. Ola bilər, bəlkə də yanlış güləcəm, deyəcəm, hə, olur, insanlar üzdən gülürlər, amma daxildə nə hisslər keçirdirlər, heç kim bilmir. Çünki o hisslər orada qalır və emal olunmur. Həmin o vəziyyətdə bəzən donur, daşa çevrilir, bizim daxili orqanlarımıza, bütün, belə deyək də, simpatik, parasimpatik, o sinir sistemlərimiz vasitəsilə ötürülür, birbaşa səhhətimizə ziyan vurmaq üçün sanki qalır. Çünki o çıxmadı, heç cür ifadə olunmadı. Təbii proseslər təbii şəkildə də, belə deyim, ifadə olunmalıdır, amma olmur. İndi baxın, həmin o vəziyyətdə mən o xroniki gərginlik nəticəsində də insanlarla düzgün ünsiyyət də qura bilməyəcəm. Kimsə nəsə deyəcək, o sözə qəzəblənə bilərəm. Hətta uşaq belə nəyisə vurub sındırsa, onun üstünə əsəbləşə bilərəm. Çünki axı içimdə o gərginlik qalıb, mən onu nə cür ifadə edim? O uşağın üstünə qışqırmaqla sanki içimdən çıxartmış kimi özümü hiss edirəm. Çünki enerji çıxır, amma kökündə duran səbəb həll olunmur. O səbəb həmin o vəziyyətlə əlaqəli, beynimdə yaranmış o interpretasiya etdiyim vəziyyətin təsiridir. Bəlkə də real deyil, bəlkə də öz beynimdə özüm yaratmışam o ssenarini, gedişatı, amma təsiri hələ də içimdə hisslərlə qalır və mən uşaqda bunu əks etdirirəm. Bu yanlış bir yanaşmadır. Amma mən nə edə bilərdim? Tutaq ki, qəzəbləndim, indi doğru bir yanaşma nədir? Kimsə mənə söz dedi, anında ola bilər reaksiya verməyim. Təbii ki, bu birdən-birə impulsiv olmaya da bilər. İnsan sonradan təsir altına düşürsə, həmin anında misal üçün ola bilər, insan hazır cavabdırsa deyə bilər ki, çox xahiş edirəm, bu məsələyə toxunmaya. Bax, sənin bu dediyin sözün hal-hazırda mənim xətrimə dəydi. Niyə görə bunu dedin? Mən bunu ifadə etdim, dedim tutaq ki da. Artıq həmin anda çözülməyə başlayır. Ola bilər ki, nəsə bir dinamik, belə deyim, mübahisəli bir məqam da olsun, amma oradaca həll olunmağa sanki çalışırıq, nəyisə edirik. Amma etmiriksə qalır. Sonradan mən bu hissi özümdə, öz daxilimdə bəyan etməliyəm. Mən indi nə hiss edirəm? Qəzəb, qəzəbləndim. Bax, birinci etiraf etməliyəm beynimdə. Mən qəzəbləndim. Nə edirəm mən bu qəzəblə? Gedib vurum sındırım mı qəzəbimi çıxartmaq üçün? Yanlış bir formada. Çünki vurub sındırmaq özümə ziyan deyəcək və yaxud da ki bir başqasında. Yəni, əgər sən hisslərinlə həm özünü, həm başqa bir tərəfi təhlükəli qarşısında qoyursansa, deməli, yanlış bir formadır. Mən nə edə bilərəm? Mən gəlirəm, artıq işimi davam etdirirəmsə, başa düşürəm ki, qəzəbləndim. Mən artıq içimdə, bax, üzümdə olan bu qəzəbi gizlətmirəm. Çünki qəzəblənmişəm. Mən bunu ifadə etməliyəm. Mən qəzəblənmişəm. Təsəvvürü deməliyəm mən buna özümü. Və eyni zamanda mən bunu dilə gətirməliyəm. Artıq verbal olaraq söz ifadə olunmalıdır. Misal üçün, çəkilişdən əvvəl deyə bilərdim ki, bu saatində elə bir telefon zəngi oldu. Elə qəzəbləndim ki, özümə yer tapa bilmədim. Olur da belə işlər. Dedim. Mən hiss etdim, tanıdım, üzümdə emosiyanı əks etdirdim, sözlə bunu dedim, çıxdı. Artıq bitdi.
Ola bilər ki, artıq o məsələ, o reaksiya yenidən təkrar içimdə yaranmayacaq. Çünki istənilən emosiya 5-10 dəqiqə ərzində qalır və sonra itir gedir. Niyə görə deyirlər ki, emosional davranma? İstənilən emosional davranış yanlış yerə yozulacaq. Yanlış nəticələr verəcək, istəmədiyimiz hallar yaşadacaq bizə. Ona görə də hər bir qərar verməzdən öncə bu hissi yaşamaq, emosional durumda onu çözmək lazımdır. Sonra məntiq işə başlayacaq. Bax, məntiq bizə hər zaman işimizdə kömək olur. Çünki məntiqlə biz araşdırırıq. Səbəb və nəticə arasındakı əlaqəni görə bilirik. Gördükcə də doğru qərarlar seçə bilirik. Yəni bilirik artıq nə edəcəyik, niyə görə edəcəyik, bizi bu vəziyyətə gətirən səbəb nədir? Artıq emosional, impulsiv belə bir reaksiyalar da olmayacaq. İndi keçəcəm əsas məsələyə, amma bura qədər dediklərimdən nə nəticə çıxardırıq? Birincisi, bütün hissləri dilə gətirmək, hiss etmək, onları yaşatmaq, ifadə etmək, davranışımızda özünü göstərməsi də vacibdir. Hər bir hissin verbal yaşanması çox vacibdir. Çünki danışıqla biz həll edirik. Yəni bir başqa insana demək istədiyimiz sözlə ifadə olunarsa, bu gözəl bir nəticədir. Yəni sözdən kənar çıxmaq, artıq davranışa hakim ola bilməmək, yəni yanlış bir, qeyri-sivil bir vəziyyətə özünü gətirib çıxartmaq, bu artıq insanlığa xas olmayan bir davranışdır. Yəni bizim üçün söz verilibsə, sözlə də biz münasibətləri qurada bilərik, sözlə də dağıda bilərik. Bax, bu vacib bir məsələdir. Və bu sözlərin nə cür səslənməsi bizim hisslərimizlə bərabər tandem şəklində olmalıdır. Yəni, balanslaşdırılmış. Bir çox hallarda, baxın, əsas cəmiyyətdə, ümumiyyətlə, insanlar arasında qlobal problem nədir? Hisslərdən qorxmaq, hisslərdən çəkinmək. İmkan daxilində hissləri ifadə etməmək, gizlətmək qeyri-səmimi münasibət üçün bir zəmindir. Hətta pozitiv hissləri maksimum yaşamaq əvəzinə insanlar o pozitiv hissləri belə gizlətməyə çalışırlar. Sanki, baxın, burada ikili bir daxili konfliktə gətirib çıxaracaq ikili bir hisslər var. Misal üçün, utanc hissi dağıdıcı bir hissdir. Açığı, insan utancaqlıqdan özünü çox şeydən məhrum edə bilər. Utancaqlığın da təbii ki, dərəcəsi var. Elə məsələlər var ki, misal üçün, əxlaq normaları utancaqlıqdan irəli gələrək, misal üçün, özünü insan müəyyən bir əxlaq çərçivələrində saxlayırsa, bu onun öz mənəvi dəyərlərindən irəli gəlir. Amma yox, əgər utancaqlığın dərəcəsi, misal üçün da, bu çərçivələrdən deyil, bir başqa səbəblərdən daha çox yaranırsa, komplekslərdən yaranırsa, insan artıq öz belə deyim, şəxsi inkişafında görmək istədiklərini belə görə bilməyəcək. Hətta nəyəsə maraq göstərirsə, o marağı qarşı belə doğru bir formada reaksiya göstərə bilməyəcək. Utanacaq öz marağına. Misal üçün, sual vermək istəyirəm, utanıram. Kənardan necə görünəcək? Yəni, mən artıq öz maraqlarımı, hal-hazırda təbii yaranmış hissimi özümdə bastırıram. Sevgi hissinə qarşı utancaqlıq hissi təsəvvür edən insan sevir, amma bunu bildirə bilmir. Bir də görürsən ki, doğmalar arasında belə olur. Ata öz qızını qucaqlaya bilmir, ana öz qızına sevgisini bildirə bilmir, övlad anasına qarşı bunu edə bilmir. Yəni, insanlar utanclıq hissi keçirirlər. Yanlış ideologiyadan sığan bir çox məsələlər var, onları getmək istəmirəm. Yəni, ailə dəyərlərində nə normadır, nə norma deyil, bu başqadır. Bizim üçün indi psixoloji aspektdən maraqlıdır ki, insan özünə nəyi icazə verir, nəyi yox. Çünki biz icazə vermədikdə özümüzə hansı bir hissi yaşamağa, o hiss nə cürsə bizim bədənimizdə yer tapacaq, qalacaq. Biz onu ifadə etmək, onu birinci tanımaq və onu ifadə etmək, dilə gətirmək, sonra da davranışımızda mütləq, bax, nəticə bizim dilləri hərəkət etmək lazımdır. Yəni, münasibətlər də sadəcə sözlərdən ibarət olmamalıdır axı. Nə qədər də ki, səni sevirəm, etiraf et, nə bilim. Amma o sevgini göstərəcək bir nümunə, bir hərəkət etmədikdə, bütün bu hisslər də sözdə qalır. Yəni, biz davranışımızla dediyimiz sözləri bərkidirik. Ona görə də bu 3 vacib
məsələ bir-biri ilə əlaqəli şəkildə getməlidir. Əks təqdirdə hesab edin ki, siz hissinizi yaşaya bilmirsiniz. Bax, bu unudulmaz bir belə deyək, alqoritm olmalıdır. Mən hiss edirəm, tanıyıram, nə hiss edirəm. İndi bax, bu nə hiss idi mənim içimdə. Mən o hissi üzümdə, bax, misal üçün istehsadsa onun bir belə istehsa, bax, mimik olaraq emosiyanı yaşadıram üzümdə, gizlətmirəm. Misal üçün, kədərdirsə, o kədəri hiss edirəm. Bəli, mən indi həqiqətən də çox kədərləndim. Bax, bunu gizlətmirəm. Bəzən olur ki, insanlar filmlərə, seriallara baxırlar. Orada hansısa bir onlara həssas, belə deyək də, nöqtələrinə toxunanda insan sanki kövrəlir, ağlamaq istəyir, amma tutur özünü. Olmaz. Mən möhkəməm. Heç vaxt bu məsələyə qarşı həssas olmaram. Artıq yığdı özünü. Yaşamadı o hissi. İcazə vermədi ki, o hiss çıxsın. Amma insan da var ki, var o qədər olur ki, başqa insanların yanında ağlamaqdan çəkinən insanlar. Xanımlar arasında da var. Mənim özümdə də var idi. İndiyə qədər də bilirəm ki, var. Amma mübarizə aparmaq, yəni bu məsələ ilə davranışa hardasa korreksiya etmək gərəkir, başa düşürəm. Yəni hər birimizdə biz tanımalıyıq öz zəif tərəflərimizi. Hisslərimizi niyə görə ifadə edə bilməyək ki? Niyə görə öz həssaslığımızı göstərə bilməyək? Nədir bizi qorxudan? Uşaqları misal üçün çox vaxt olur ki, bəzən ağlamağının qarşısını almaq üçün böyüklər nə edir? Deyirlər, sus, ağlama, ağlama. Ona qədər say, 1, 2, 3, 4, 5. Elə ki, diqqəti yayındırır, ağlama, amma qoymur. Uşaq da bilmir o ilə nə baş verir, ağlamaq sanki olmaz. Məndə misal üçün nənə belə edirdi çox vaxt. Deyirdi ki, ağlama, ona qədər say, ona qədər sus, ağlama. Mən hətta ağlamaq hissi gələndə belə otaqdan qaçıb gizlənirdim ki, birdən kimsə mənim göz yaşlarımı görər. Orada artıq təməl, belə deyək də, qoyulur. Ağlamaq olmaz. Hissləri ifadə etmək olmaz. Ona görə bax, belə bir hallar olanda biz dərk edəndə hardan gəlir mənbəyi? Nədir bizə mane olan? Biz bunu gördükcə artıq korreksiya etməyə də bir yol tapırıq. Başa düşürük ki, bu normaldır. Deməli, mən bununla mübarizə aparmalıyam. Artıq normativ olaraq beynimizə belə bir inancı yerləşdirmirik ki, belə də olmalıdır, belə davam edəcək. Yox, biz insanıq. İnsan faktorunda hər bir hissin yaranması normaldır. Vəziyyətlə əlaqəli hər bir içimizdə gələn, istər negativ hiss olsun, istər pozitiv hiss olsun, əgər bu reaksiya yaranırsa, nə ilənsə əlaqəlidir. Və biz bu reaksiyanı tanımalıyıq, yaşamalıyıq və onu dilə gətirməliyik. Sonra da nəticələrimiz, qərarlarımız yaranmış bu vəziyyətlə əlaqəli artıq məntiqlə görülən qərarlara bağlı ola bilər. Biz artıq başa düşürük hansı yolu keçmişik və indi biz nə edəcəyik. Bu vacib bir məsələdir. Bunu bilsəniz, bunu öyrəşsəniz, tətbiq etsəniz, artıq siz görəcəksiniz ki, istər şəxsi münasibətləriniz olsun, istər iş mühitində, kolleqalarınızdan yaranmış ünsiyyətdə belə bir gərginlik olsun, siz ifadə olunursunuz. Siz özünüzü tanıyırsınız və şəxsi sərhədlərinizi də bax, bu formada qoruya bilirsiniz. Çünki tanıdıqca danışığınız da, başqa insana ötürdüyünüz informasiyalar da artıq reallığa yaxın olacaq. Yalanla deyil. Bax, təsəvvür edin, siz hisslərinizi bir başqalarına gizlətdikcə siz qeyri-səmimi münasibətinizə təkan verirsiniz. Bugün özünüzdən başlayacaqsınız, öz hisslərinizdən və emosiyalarınızdan. Bu mövzunu hələ mən davam etdirəcəm. Sadəcə bugünlük video chartda istərdim ki, birincisi, bax belə deyək də, praktiki olaraq sizə belə bir tapşırıq verə bilərəm ki, siz hal-hazırda müxtəlif, misal üçün, həftə içi ola bilər ki, vəziyyətlərlə üzləşəsiniz. O vəziyyətdə nəsə sizə xoş təsir bağışlamadısa, stres yaşadısa, dərhal müşahidə edin birincisi özünüzü. Bax, indi mən nə hiss keçirirəm? Sadəcə praktiki olaraq belə bir vərdişi formalaşdırın. İndi nə hiss keçirdim mən? Nə idi məni bu vəziyyətə gətirən əsas fikir, bu hissə yaradan fikir nə idi? Və mən bu fikirlə, bu hisslə nə cür davrandım? Neynədim mən? Birinci gördüyüm iş nə oldu? Kognitiv davranış terapiyasında buna deyirlər ABCD texnikası. Yəni burada həm vəziyyət, ümumi atmosfer belə deyim, nəzərə alınmalıdır. Ətrafınızda olan, baş verən hadisələr, onlara qarşı sizin üçün bu nə demək idi? Fikirləriniz,
anında həmin o hissin yaranarkən beyninizdə olan fikir, bax bunu əlaqə olaraq tutmalısınız. Yəni bu araşdırdıqca sizin hal-hazırda sadəcə olaraq indi belə deyək də ciddi bir şəkildə heç nə dəyişməyəcək, amma yanaşmanız dəyişməyə başlayacaq. Çünki siz yeni bir vərdiş gətirirsiniz özünüzə qarşı. Mən indi elə bir ki başqa insanlara qarşı diqqətinizi yavaş-yavaş çəkirsiniz özünüzə qarşı. Yəni diqqət özünüzə yönələcək. Kim bunu niyə dedi yox. O bunu deyəndə mən nə hiss etdim və onu nə cür ifadə etdim. Bax, yanaşma bu olmalıdır. Bu mövzunun davamı olaraq biz növbəti səfər, əgər sizin üçün bu maraqlı olarsa, mən sizin, misal üçün, geri dönüşlərinizdən çox vaxt bilirəm də, insanlar, izləyicilər hal-hazırda bu mövzuya nə qədər maraqlıdırlar, hansı suallar yaranır, nə kimi hallardan üzləşirlər, nədir onları çox vaxt bu məsələdə narahat edən. Əgər maraqlı olarsa, mən növbəti, misal üçün, bizim video çarxımızda hər bir hissi ayrı-ayrı nə cür yaşamaq lazımdır, o barədə danışacağım. Odur ki, like edin, abunə olun kanala, açıq qruplarımıza daxil olmaq istəsəniz yazın. Bizim WhatsApp və Telegram qruplarımız var. Kimlərəsə də ora dəvət edin, çünki mütəmadi Zoom görüşlərində də, misal üçün, qatılıb iştirak edə biləcəksiniz. Və ən azından da hal-hazırda sizi hansısa bir, belə deyək də, narahat edici bir hissdən çıxmağınız lazım olacaqsa, bu da fərdi şəkildə şəxsi terapevtik proseslərdən keçdikcə siz o xoşa gəlməz duyğulardan qurtula biləcəksiniz. Çünki o duyğuları yaradan psixoloji səbəblər aradan qalxmalıdır və onun da yolu psixoterapiyadır. Görüşərik.